Əvvəlcə bu kökə diqqət edirik. İkinci dərəcəli kök olduğu üçün hər tərəfi kvadrata yüksəldirik. Kvadrat kökü aparır. Qalır kökün altında nə var idisə onları yazırıq. 16 üstəgəl 3-cü dərəcədən x kvadratı çıxılsın 5x bərabərdir. 4-ün kvadratı 16. Deməli 16-nı keçirik bərabərliyin digər tərəfinə. Dedik rasional ədədlər bir tərəfə, irrasional ədədlər digər tərəfə. 3-cü dərəcədən x-in kvadratı çıxılsın 5x-i yazıram. Digər tərəfdə 16 var idi. İndi bu 16 da keçir ora. Bu müsbətdir. Ora keçəndə olur bəli, mənfi 16. Olur 3-cü dərəcədən x kvadratı. 3-cü dərəcədən mötərizə içində eləyəcəm də. Aha, yəni kuba yüksəldəcəyik. 3-lər gedir. X kvadratı çıxılsın 5x bərabərdir 0. Vurğuları ayırma ilə həll edə bilərik. X bərabərdir 0. X çıxılsın 5 bərabərdir 0. X də bərabərdir müsbət 5. Bəli.